Elhamdülillahi Rabbil alemin ve lâhibetül muttaqin ve salatu ve selamu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecma'in emme ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aleykümselam. Allah-u Teala'ya sonsuz həmd sənalar olsun. Rəbbim bizləri gözəl və mübarək bir günlərə çıxartdı. Bu günlərdə edəcəyimiz ən salih əməllərdən biri də Allah-u Teala'nı ucaltmaq, çoxlu təkbir gətirmək, təhlil gətirmək, yəni La ilahə illallah zikrini etmək, boş dayanmaq və yəni belə deyək. Ondan sonra Zilhiccənin ilk 10 günü ən fəzilətli əməllərdən sayılan oruç tutmaq, xüsusilə də Arafa günü orucu tutmaq, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bildirdiyi kimi bir il keçmiş və bir il gələcək günahlara kəffarə olduğunu bildirmiş. Bu il isə Allah-u Teala həcdə olmayan qardaşlarımıza həccə getməyi nəsib eləsin. Özümüz orada olmasaq da, amma qəlbimiz, ruhumuz həcdədir. İnşallah orada qurban kəsən qardaşlarla həmrəngi Allah Azza və Cəllənin nəsib etdiyi gözəl Beytullahı, Allah-u Teala'nın evini ziyarət etmək, orada olanlarla həmrəng olmaq, həmfikir olmaq və bu günləri bacardığımız qədər sevinç günləridir. Bu günlərdə gücümüzün yetdiyi nisbətdə nəşəli olmaq, sevinçli olmaq, bu sevincimizi insanlara bildirmək. Yəni, çünki bu günlər Allah-u Teala'nın təyin etdiyi iki mübarək gündən biridir. Niyə Allah-u Teala'nın digər günlərin insanlar tərəfindən qoyulduğudur, insanlar tərəfindən ortaya çıxan bir şeylərdir, adət ənənəyə görədir. Amma bu bayramı birbaşa Allah Azza və Cəllə tərəfindən təyin olunur. Ona görə əhəmiyyətlidir, ona görə dəyərlidir. Xatırlayacağımız məsələlərdən biri, hər dəfə olduğu kimi, ilk öncə cümə namazından fərqli olaraq, ilk öncə biz namazı qılacaq. Cümə namazında nə edilir? Cümə namazında ilk öncə xutbə olur, ondan sonra namaz olur. Bayram namazında bunun tərsinədir. İlk olaraq Allah Azza və Cəllənin izni ilə namazı qılacaq, namazdan sonra dağılışmır. Yəni, namazı qılıb cəmaat çoxu dağılışmağa çalışır. Səbirli olar, aslında bayram dönəsi qısa olmağa çalışır, qısa eləməyə çalışır ki, qardaşlarımız geçsinlər qurbanlarının başına. Yaxşı olar ki, qurban kəsən insanın özü qurbanının başında olsun, iştirak eləsin. Özü kəsməyə imkanı varsa, sünnət olan, gözəl olan odur ki, hər kəsin özünün kəsməsi daha gözəldir. Bununla yanaşı, qurban kəsən qardaşlarımız ətinə, sümüyünə, bunlara riayət eləsin, təmizliyə riayət eləsin. Məsələn, kəsildi, qanı insanların narahat edici şəkildə olmasın. Kəsildikdən sonra dərisini çölə bayra atmaq lazımdır. Çünki bu qurban səni Allaha yaxınlaşdır. Qurban demək sadəcə ət demək deyil. Qurbanı kəsdin, buzdolabına doldurdun. Bu şəkildə deyil. Qurban, o sənin qurbanındır. Səni Allaha yaxınlaşdıran bir ibadətdir. Qurban sözünün bir mənası da budur ki, qurban Allaha yaxınlaşmaq üçün etdiyimiz gözəl bir əməldir. O qurban sənin qiyamət günüsünə baş şahidlik edəcək. Ya Rabbi, bu insan məni sənin rızan üçün kəsdir, sənə yaxınlaşmaq üçün kəsdir. Və kəsdikdən sonra onun sümüyünü, başını, ayağını belə ortada qoymamaq lazım. Bunları artıq görürük. Yaxşı olar ki, onları bastıraq və yaxud da onu kiməsə hədiyyə verək. Qurbanı kəsib də qurbanın ətindən o kəsən insana ücrət olaraq vermək olmasın. Allah rızası üçün verə bilərsən, amma onu ücrət şəklində, misal kəsdin, neçə kəssən? Misal üçün 10 manata.
Sənə 1 kilo ət verirəm, bu kəsdiyinə vədəl olsun. Yox, belə olmaz. Və yaxud da ən çox soruşulan suallardan biri də, misal üçün, gedib kilo ilə ət alsam, bu qurban sayılırmı? Yox, bu qurban sayılmaz. Yəni, illa da Allah Azza və Cəllə zaten lə yükəllifullah nəfsən illə usaha. Allah insana gücündən artıqını yükləməz. Əgər maddi durumun ona imkan verirsə, gücün yetirsə, Allah rızası üçün qurban kəsin. Yox, kəsə bilmirsənsə, kilo ilə aldığın ət qurban deyil. Bir mənalı olaraq. Evində ət qaynamasını istəyirsən, başqa məsələ. Amma o, qurban deyil. Yəni, bunu bilmək lazımdır. Yəni, qurban bu şəkildə kəsilib satılmaz. Qurbanda gözəl olan kəsdiyimiz qurbanları 3 hissəyə bölmək müstəhəbdir, gözəldir. Bir hissəsini özünə, bir hissəsini gələn, gedən qohum əqrabana, qohumlarına ikram etməyindir. Bir hissəsində Allah yolunda evində ət qaynamayan insanların evinə ətin girməsinə vəsilə olacaqsan. Bu günlərin də diqqət etsək, görürük ki, 2 bayramımız var. 2 bayramımızda da Allah yolunda infaq var. Birincisində fitrə zəkatıdır, onu Allah yolunda verirsən. İkincisində isə kəsdiyin qurbanı Allah yolunda ehtiyac sahiblərini, tanıdığın, bildiyin, onun, qonşu, qohumun, kimin ehtiyac sahibi varsa, bildiyin adam varsa, Allah rızası üçün həmin insanlara həmin qurban ətindən Allah rızası üçün verirsən. Bayram namazına gəldikdə, bayram namazı necə qılacaq Allah izinlə? Bayram namazı cümə namazı kimidir. Sadəcə fərqli, burada ziyadə təkbirlər var. İmam ilk öncə Allahu Ekber deyəcək, Subhanəkə duasını oxuyacaq. İftah təkbirindən sonra, təhrimədən sonra ilk öncə Allahu Ekber deyəcək, Subhanəkə Allahümmə və bihamdik və təbarək əsmük və təalə cəddük və la iləhə qayrıq duasını oxuduqdan sonra İmam 3 dəfə Allahu Ekber deyəcək, əllərini qaldırır. Allahu Ekber, Allahu Ekber, əllər bağlanacaq. İmam Fatihə surəsini oxuyacaq. Ondan sonra qısa bir surə, rükû, səcdə, qalxdı ikinci rükûdə. Yenə həmçinin Fatihə surəsi, qısa bir surə, rükûyə getmədən öncə 3 dəfə ziyadə təkbir. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. 4-cü təkbirdə rükûyə gedirik, rükû, səcdə. Ondan sonra dediyim kimi namazdan sonra dağılışmırıq. Namazdan sonra imam xütbəyə çıxır, xütbəni oxuyur. Ondan sonra Allahın izni ilə dağılışır. Yəni bu şəkildə dağılışma olur. Yəni namaz qılındı, dağılışma olmasın. Yəni əziyyət çəkmişsiniz, səhər 7-də gəlmişsiniz. Yəni bu qədər külfətə dözmüşsünüz, məşəqqətə dözmüşsünüz. 5 dəqiqə bir şey olmaz. Allah Azza və Cəllə İslam ümmətinə əmin-amanlıqla belə gözəl günləri nəsib eləsin. Allah-u Teala millətimizə, dövlətimizə zəval verməsin. Allah-u Teala bizlərə afiyet versin, xeyirli ömür versin, bərəkətli ömür versin, xeyirli ruzlər yetirsin ki, onun rızası üçün Allah yolunda təsəffür edə bilək. Və axir da'vanə elhamdülillahi rabbil aləmin. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd, Allahu
أكبر لا إله إلا الله والله أكبر الله أكبر ولله الحمد الله أكبر لا إله إلا الله والله أكبر الله أكبر ولله الحمد الله أكبر لا إله إلا الله والله أكبر الله أكبر ولله الحمد Səhvlərimizi düzəldək qardaşlar. Sağa sola baxaq düzülək. Bir xət boyunca düzülək. Səhvlərimizi səhv və düzgün tutaq ki, Allah Azza və Cəllənin rəhməti və bərəkəti cümləmizin üzərinə olsun. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddâllin. Amin. İnna a'taynakel kevser fesalli li rabbike venhar. İnne şâni'eke huvel ebtar. Allahu Ekber. Semi'allahu limen hamidah. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddâllin. Amin. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad. وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ
Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. سمع الله لمن حمده. الله أكبر. الله أكبر. الله أكبر. الله أكبر. السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله. الله أكبر. الله الله أكبر كبيرا والحمد لله كثيرا وسبحان الله بكرة وأصيلا. الحمد لله الذي خلق فسوى والذي قدر فهدى وأمر ونهى ومنع وأعطى وأسعى وأشقى وأضحك وأبكى وأمات وأحيا. فسبحان من لا إله إلا الله له الأسماء الحسنى وله الحمد في الآخرة والأولى. الله أكبر كبيرا. الله أكبر. الله أكبر. لا إله إلا الله. والله أكبر. الله أكبر ولله الحمد. نحمده حمدا جميلا ونشكره شكرا جزيلا ونشهد أن لا إله إلا الله وحده لا شريك له ولا نظير له ولا مثال له. الله أكبر كبيرا. الله أكبر. الله أكبر. لا إله إلا الله. والله أكبر. الله أكبر ولله الحمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. صدق الله العظيم.
Değerli kardeşlerim, Allah kolay sonsuz hem senalar olsun. Rabbim bizleri bu mübarek, güzel bir günlere sıkma nasip etsin. Bugün həqiqətən də Müslümanın ömründə iki müqəddəs bayramlar bizim bugün qeyd edəcək. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ilk öncə namazını qıldı, ondan sonra qurbanını kəsdi. Bugün imanımızı gücləndirən, qəlblərimizi görüşdürən, şükrümüzü artıran qurban bayramıdır. Bugün qurban ibadətinin əda edildiyi, dua və qulluğun təqva və təslimiyyətlə gücləndiyi gündür. Bizləri bu müstəsna günə qovuşduran uca Rəbbimizə sonsuz həmd sənalar olsun. Bayramları sülh, əmin-amanlıq və sevinç günləri elan edən əziz Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi və səlləmə salatu səlam olsun. Əziz qardaşlarım, uca Rəbbimiz xütbəmin əvvəlində oxuduğum Kövsər surəsinə belə buyurur. Ey Peyğəmbər, biz sənə Kövsəri verdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də hədis şəriflərində belə buyurmaqdadır. Bugün ilk işimiz bayram namazı qılmaq, sonra isə qurban kəsməkdir. Kim belə edərsə, sünnəmizə uymuş olur. Yəni, buradan da anlaşıldığı üzrə bayram namazı qılınmadan öncə kəsilən qurbanlar qurban sayılmaz. Bütün ibadətlərimizdə olduğu kimi qurbanlarımız da ən əhəmiyyətli məqsədi Rəbbimizə qulluğumuzu, təzim və sevgimizi Allaha təqdim etməyimizdir. Təqva şuuru ilə Rəbbimizin razı olduğu bəndələri zümrəsinə yüksəlməkdir. İnşallah bu şuurla qurbanlarımızı kəsəcəyik və beləliklə Həzrəti İbrahimin sözünə sadiq olmasını, Həzrəti İsmailin Rəbbinə təslim olmasını özümüzə nümunə götürəcəyik. Qurban kəsmək mömin üçün gözəl bir ibadətdir. Bu ibadətin gözəlliyi ondan ibarətdir ki, ictimai birliyi və ünsiyyəti canlandırır, müsəlmanlar arasında sevgi və qardaşlıq əlaqələrini gücləndirir. Bayram təkcə insanın fərdi baxımından rahatlıq tapdığı bir zaman deyil, bu eyni zamanda cəmiyyətin müştərək sevincidir. Çünki bayram cəmiyyətdə qardaşlıq, məhəbbət və yardımlaşma duyğularını gücləndirir, küsülləri unudulduğu qohum-əqraba, onlara yəni sıla-i rəhmə davam etmək, qohum-əqrabadan əlaqələrimizi kəsdiyimiz varsa, onlara baş çəkmə adətinin canlandığı və həmçinin bizlərin bu günlərdə bir-birinə təbrik etməsi, təbrikləşməsi gözəl bir əməldir. Dəyərli din qardaşlarım, bayramlar sevinç günlərdir. Qonşularımızı, qohumlarımızı, xəstə, yaşlı və kimsəsizləri bu sevincə ortaq edək. Bu mübarək günlərdə də inciklik və küsüllüklərə son qoyaq. Bayramın huzurunu birlikdə yaşayaq. Və xüsusilə də xütbəmi tamamlayarkən sizləri bayram müddətində qurban kəsimində, ziyarətləşmədə, xüsusilə uzaq yola gedən qardaşlarımız üçün diqqətli olmağa dəvət edirik. Uca Rəbbimiz bizləri hər cür qəza və bəladan mühafız etsin, yoluxucu xəstəliklərdən, müharibələrdən, sıxıntılardan və digər yerin, göyün afətlərindən bizi və müsəlman ümmətini qorusun. Və lə innə həsənəl kələm və abləğət rəzvan kələmullahi məlikil azizlərini Elhamdülillah, elhamdülillah, elhamdülillah. Çağıra getdi reis. Amin, amin. Allahu Ekber ve lillahi'l hamd.
الله